Salam, hər vaxtınız xeyir gözəl insanlar. 19 mart olan futbol təxminlərimi qeyd edəcəm. Təxminləri keçməmişdən öncə dünənlər Telegrama verdiyim kuponlar uğurlu oldu. TFC istifadəçilər üçün yaratdığım ödənişsiz VIP qrupda da paylaşdığım kuponlar uğurlu oldu. Dünənləri şəxsi VIP kuponum 5-də 5 gedir. 19:30-da elan vermişdim 2 əmsalımız. Braqa qələbə götürmüşdüm. Newcastle-da oyunçusu Harvey Barnes'ın bir qapı çərçivəsinin zərbəsi həmin kupon uğurlu oldu. 21:45-də də bir kupon düzəltmişdim. Harvey Barnes'ın qapı çərçivəsinə bir zərbəsi və Bavariyanın qələbəsi 1.500. Ümumiyyətlə dünənləri oyunlar çox yaxşı keçdi. Çoxdandır ki, gözümüz futbol görmürdü. Son bir 20 gün idi ki, oyunları o qədər fırladırdılar ki, biraz böyük əmsal düzəldəndə istər-istəməz hər hansısa bir dənə oyun həmin gəlib kupona düşürdü. Dünənləri maşallah kuponlar çox uğurlu oldu, oyunlar da çox qəşəng keçdi. Keçək bu gün oyunlarına. Lyon Celta qapı çərçivəsinə ən az 8 zərbə vurular. İkinci seçim kimi Lyonun qələbə neçəsi və 1.500. Midtjylland Nottingham Forest qonaq komanda qapı çərçivəsinə 5 zərbə vurar. Bir də bu oyun canlıdan nəzərinizdə olsun. Hal-hazırda Nottingham Forest'in 5-5 kornerini açıblar. Canlıdan oyunu izləyin. İlk 10 dəqiqədə qonağın 4-5 kornerini atsalar dəyərləndirməyə dəyər. Freiburg Genk. Freiburg'un qələbə neçəsi və 3.5 alt. Aston Villa Lille. Aston Villa qələbə. Roma Bologna. SK qapı çərçivəsinə ən az 4 zərbə vurar. İkinci seçim kimi toplam qollar 2 üst. Porto Stuttgart. Toplam qollar sığortalı seçim 2 üst. İkinci seçim kimi qol-qol seçimdə dəyərləndirmək olar. Real Betis Panathinaikos. Real Betis'in qələbəsi və 3.5 alt. Rako Fiorentina. Oyunda toplam kün zərbələri 7.5 üst. Sparta Praga Alkmaar. Toplam qollar 2.500. İstəyənlər sığortalı 200 seçimində dəyərləndirə bilərlər. 9 dənə oyun oldu, uğurlar, bol şanslar. Diqqətli seçim edin, kuponlarınız uğurlu olsun. Telegramda da bu günlər kuponlar paylaşacağım. Balaca hərflərlə bitişik şəkildə Liverskor 777 yazaraq Telegram kanalına qoşula bilərsiniz. Şəxsi kuponlar üçün isə bioda əlaqə nömrəsinə və yaxud şəxsi yaza bilərsiniz. Sağ olun, var olun.